Salam, mən biologiya müəllimi. Bugün sizlərə Dövlət İmtahan Mərkəzinin yeni çıxmış test topusundan toxum, meyvə və toxumların yayılması ilə bağlı testləri izah edəcəm. Başlayaq birinci sualdan. Meyvəni əmələ gətirən şəklini dəyişmiş zoğ necə adlanır? Bunu bir tərif olaraq yadımıza saxlayaq. Çiçək şəklini dəyişmiş zoğdur. Çiçəkdən də meyvə əmələ gəlir. Ona görə doğru variant olacaq çiçək. Qutucuq meyvəyə malik bitkilər. Qutucuq meyvələr seçəcəyik. Gəlin bir variantlara baxaq. Xaş-xaş, bəli, qutucuqdur. Amma lobya qutucuq deyil. Lobya nədir? Paxla meyvəyə aiddir. Sonra kələmi görən kimi çıxırıq. Kələm hansı meyvədir? Buynuz meyvədir. Şaftalı çəyirdək meyvədir. Akasiya paxla meyvədir. Sonra pambıq bəli qutucuq meyvədir. Bənövşə qutucuq, xaş-xaş tütün, bəli bunlar qutucuqdur. Topinambur, yerarmudun meyvəsi hansıdır? Biz bilirik ki, topinambur mürəkkəbçəklər fəsləsinə aiddir və onun biz gövdə yumrularından istifadə edirik kartof kimi və bunun da meyvəsi mürəkkəbçəklər olduğuna görə mürəkkəbçəklərdə meyvə hansı quruluşda olur? Toxumca meyvə olacaq C variantı. Üçrək bənövşənin meyvəsi. Üçrək bənövşənin meyvəsi nə olacaqdır? Qutucuq meyvə. Xaş-xaşda, lalədə bunlar da qutucuq meyvədir. Tütünün meyvəsi bəs? Tütün meyvəsi olacaq nə? Qutucuq, bəli. Tütündə də qutucuq meyvəyə rast gəlinir. Pambıqda da qutucuq meyvə rast gəlinir, bayaq dedik. 6. Toxumları zülal maddəsi ilə zəngindir. Baxaq variantdan. Zülal ümumiyyətlə hansı bitkilərdə daha çox idi? Paxlalı bitkilərdə zülalın miqdarı daha çox idi. Ona görə biz variantlarda paxlala fəslinə aid olan bitkiləri götürəcəyik. Məsələn, variantlara baxaq. Arpa, xeyr, paxlalı deyil. Günə baxan xeyr. Noxud, paxlalıdır. Lobya, soya, mərc. Elə D variantı uyğun gəlir. Y variantında fındıq, xeyr, paxla meyvə deyil. Zülalla zəngin deyil. Fındığın toxumları da yağın miqdarı daha çox olur. 7. Meyvəyanlığı toxum qabı ilə bitişmiş olan meyvəyə aiddir. Hansılarda toxum qabı ilə meyvəyanlığı bitişmiş olurdu? Taxıllar fəsiləsində. Biz məsələn taxılın meyvəsini elə torpağa əkirik və meyvəyanlığı da tam olaraq toxumla bitişmiş olur. Yəni biz həmin taxılın qabığını belə soya bilmirik əlimizlə. 8. Meyvəyanlığın daxili qatı dərcik formasında olan toxum qabığı ilə bitişməyən meyvəyə aiddir. Bunu deyəndə bizim ağlımıza ilk olaraq nə gəlir? Günəbaxanın toxumları gəlir. Günəbaxan toxumları asanlıqla biz onu ayırırıq meyvəyanlığın və içərisində nədir? Toxum yerləşir. Və meyvəqanlı toxum bitişmir. Asanlıqla onu ayırmaq mümkündür. Olacaq burada nə? Mürəkkəb çiçəklər fəsiləsi nümayəndələri. 9. Meyvəyanlığı nədən inkişaf edir? Meyvəyanlığı yumurtalığın divarından inkişaf eləyirdi. Yumurtacıqdan isə toxum əmələ gəlirdi. Yumurtacığın qabığı toxumun qabığına uyğun gəlir. Olacaq onda burada hansı variant? A variantı. 10. sual. Yalnız çəyirdək meyvəli bitkilər. Baxaq variantlara. Pomidor gilə meyvədir. Gəl bir variantları siləyim. Pomidor gilə meyvə. Gilə meyvə nədir? İçərisində çoxlu toxumları olan, şirəli ləti olan bitkilərdir. O niyə pomidor çıxıram? Gavalı. Gavalı bəli, çəyirdəkli meyvə ola bilər. Ərik ola bilər. Üzüm ola bilməz. Çünki üzümün içərisində bir neçə toxum var. Çıxaq. Şaftalı. Şaftalı bəli ola bilər. Üzüm ola bilməz. Yenə çıxaq.
Y variantına baxaq. Albalı, bəli, şaftalı, gavalı, ərik. Bəli, bunlar çəyirdəkli meyvədir. Yəni şirəlliləti var, həm də bir çəyirdəyi olur içərisində. Toxumca meyvəli bitkilər. Toxumca meyvəli mürəkkəbçəklər fəsiləsinin nümayəndələrini biz burada seçəcəyik. Bu da hansıdır? Seçək. Onda variantı götürməmişəm. Dedik hansı variant? Y variantı. 11-ə baxaq. Toxumca meyvəli bitkilər seçin. Gəlin mürəkkəbçəklər fəsiləsinin nümayəndələrini tapaq. A bəndi astra bəli, amma moruq xeyir. Ona görə silək A variantı. Sonra Georgin arpa fındığı xeyir. Günəbaxan astra moruq yox. Günəbaxan astra Georgin. Aha, bu uyğun gəlir. Moruq böyütkən günəbaxan. Burada günəbaxanı götürə bilərik. Moruqdan böyütkənə yox. Onda olaraq günəbaxan astra Georgin D variantını götürək. Y variantı səhv olacaq. 12. Bir sıra bitkilərin meyvələrindən müxtəlif mürəbbələr hazırlanmışdır. Bu hansı mürəbbə? Çox çəyirdəkli meyvədən hazırlanmışdır. Çox çəyirdəkli meyvə biz böyütkəni göstərə bilərik. Moruğu göstərə bilərik. Bu ləbi ki, toplu meyvədir. İçərisində elə bir meyvələr bir yerdədir və onlar çox çəyirdəkli meyvə adlanır. 13. Hansı bitkilərin meyvələri çox toxumludur? Gəlin baxaq. Meşə gilası bilir ki, çəyirdək meyvədir, bir toxum olur. Silək. Qarğıdalı dən meyvədir, içərisində bir dənə toxum olur. Ona görə qarğıdalı da səhvdir. Kələm. Kələm nədir? Buynuz meyvədir. Buynuz meyvədə həmin o taycıqlar arasında arəkəsmədə yerləşir, çoxlu toxumları olur. Bu da doğru. Ləpə nədir? Ləpə toxumun bir hissəsidir. Toxumun, daha doğrusu rüşeyimin bir hissəsi olacaqdır. Rüşeyimin hissələri hansılar? Kökçük, gövdəcik, tumurcuq və ləpə yarpaqları. 2 ləpələrdə 2, bir ləpələrdə bir ləpə yarpağı olur. Ona görə doğru variant olacaq B variantı. Bir də toxumun nə olur? Endospermi olur. Bir ləpələrdə bu yaxşı inkişaf edir. Ehtiyat qida maddəsi bir ləpələrdə endospermdə toplanır. 15. Bitkinin hansının meyvəyanlığını almaq üçün yetişdirirlər? Yəni, həmin bitkinin biz meyvəyanlığından istifadə edirik. Variantlara baxaq. Üzüm. Üzümün bəli, biz meyvəyanlığından istifadə edirik də. Üzümün hansı hissəsini yeyirik? Meyvəyanlığın. Bu doğrudur. Doğrunu istəyirsə A variantı, variantlara digərinə də baxaq. Çuğundurun biz nəyin yeyirik? Kökün yeyirik. Buğdanın biz toxumlarını yeyirik. Yəni toxumlarını yeyirik, bəli. Toxumlarından un məmulatları hazırlanır. Çovdarın da eləcə də, yer kökünün də kökün yeyirik. Bunu yox, səhvdir. Toxumlarını özü ətrafa səpələyir. Toxumlarını özü ətrafa səpələyir. Gəlin baxaq. Toxumlarını özü ətrafa səpələyir. İt xiyarı, bəli, it xiyarıdır. Paxlalar bitkisinin nümayəndələri idi. Bunlar toxumlarını özləri yayırdılar. Gəlin o cür variantları axtaraq. İt xiyarı, akasiya, noxud, paxla. Aha, it xiyarı, akasiya, noxud, paxla. Bəli, elə bu variant uyğun gəlir. A variantı. Sonra digər variantlara baxaq. Paxla, akasiya, noxud, qovaq. Qovaq külək vasitəsilə. Akasiya at pıtıraq. At pıtırağın çıxırıq heyvanlar vasitəsilə. Moruq, akasiya, moruqovdan çıxaq. Bu heyvanlar vasitəsilə yayıla bilər moruq. İxtiyar, zəncirotu, akasiya, noxud. Y variantı uyğun gələrdi. Amma orada zəncirotu külək vasitəsilə yayıldığına görə ona görə götürə bilmərik. 17. Düzəlmə qabiliyyəti olan toxumların düzəlməsi üçün hansı şərait olmalıdır? Toxumun düzəlməsi üçün bizə su olmalıdır, hava olmalıdır və müəyyən temperatur olmalıdır ki, toxum cücərə bilsin. Torpaq, hava, su, yəni torpağın olması o qədər də vacib deyil. Torpaqsız da bitki inkişaf eləyə bilər. Eləcə də işıq olmasa da
yəni toxum düzələ bilər. Yəni işığın olması digər mərhələlərində lazımdır bitki üçün. Ona görə su, hava, temperatur. Su, hava, müəyyən temperatur. Ona görə D variantı uyğun gələ bilər. 18-ci suala baxaq. Buynuz meyvəli bitkiləri müəyyən edin. Baxaq, buynuz meyvəli bitkilər hansılardır? Bu, xaçəylə fəsləsi nümayəndələri buynuz meyvədir hamısında. Gəlin xaçəylə fəsləsi nümayəndələrini tapaq. Kələm, qırmızı turp, ağ turp. Elə variant bu olacaq. Bunların hamısı xaçəylə fəsləsinin nümayəndələridir. B variantında buğda pambığı çıxıram, C variantında heç biri, D-də heç biri, Y-də qırmızı turp, ağ turp, amma günə baxana görə götürə bilmərəm. 19. Qutucuq meyvəsi olan bitkiləri müəyyən edin. Gəlin baxaq. Pomidor necə meyvədir? Gilə meyvədir. Petunia aiddir. Sonra lalə 2-3, bat-bat hara aid idi? Badımcan çiçəklər fəsləsinin nümayəndələri. Orada qutucuq meyvə var idi. Qutucuq gilə meyvə idi. Badımcan çiçəklər fəsləsinin nümayəndələrində. 2, 3, 4. Bir də tütün. Tənbəki, tütün. Bunların hamısına qutucuq meyvədir. Pambıqda da qutucuq meyvə idi. 2, 3, 4, 5. Düzgün variant Y variantı olacaq. Qeyd eləyək. İlmiyə baxaq. Paxlanın meyvəyanlığı necə adlanır? Biz dedik ki, paxlanın meyvələri taycıqlar adlanır. Yəni ki, taycıqdan ibarətdir. Buynuz meyvə ilə fərqi odur ki, buynuz meyvədə taycıqlar arasında ara kəsmə olurdu və onun üzərində yerləşir. Amma paxla meyvədə elə taycıqların üzərində yerləşirdi. 21. Bitkinin hansı bitkilərin hansı torpağa meyvə şəklində əkilir? Meyvə şəklində hansıları biz əkirik torpağa? Variantlara bir-bir baxaq. Kartofun xeyir, biz gövdə yumrularını əkirik. Sonra xaşxaş qutucuq meyvədir. İçərisində götürüb bir toxum əkirik də, meyvəni əkmirik. Noxudun götürüb taycıqları ilə birlikdə yox, toxumlarını əkirik. Buğdanı ilə meyvə şəklində biz torpağa əkirik. Kələmin də ki, yenə o buynuz meyvələri yox, içərisindən götürüb toxumları əkirik. Toxumların ölçüsü onun əkilmə dərinliyi arasında aslını əks etdirən qrafiki seçin. Gəlin baxaq, əgər toxumun ölçüsü böyükdürsə, biz onu daha dərin əkirik. Əgər toxum kiçikdirsə, biz onu dərinə əksək, ehtiyat qida maddəsi çatmayacaqdır. Ona görə həmin bitki torpağın üzərində çıxa bilməyəcəkdir. Ona görə düz mütənasib kimi götürə bilərik burada. Olacaq B variantı. Başqa variant uyğun gəlmir. Lobyanın meyvələrinin tam yetişməmiş yığırlar. Niyə? Bayaq dedik ki, paxlava fəsləsi nümayəndələri toxumlarını özləri yayırlar. Ona görə yetişmiş meyvələr yetişir və toxumlar özü ətrafa yayır. Məhsulda yığmaq olmur. Hansı variant uyğun gəlir? Y variantı. Yəni məhsul itkisi baş verir. Meyvələrin üzəri nazik qabıqla örtülmüşdür və şirəli ləti vardır. Gəlin variantlara baxaq. Gilas uyğun gəlir. Badımcan uyğun gəlir. Yəni onlar şirəli meyvədir. Nazik qabıqla örtülür. Ərik də uyğun gəlir. Sonra uyğun gəlir. Amma qarğıdalı uyğun gəlmir. Biz burada gilə meyvə ilə çərdək meyvələrini götürəcəyik. İkisində də meyvəyanlı nazik qabıqla örtülmüş olur. Ona görə A bəndən çıxdım qarğıdalıya görə. Albalı, pomidor, xaşxaş, şaftal yaxşı gəlir, amma xaşxaşa görə götürmürəm. Çünki xaşxaş yəni ki, nə gilə meyvədir, nə də çərdək meyvədir. Yəni nazik qabıqla örtülməyibdir. Fındığı görən kimi çıxıram. Alça olar, günə baxanı görən kimi çıxıram. Y variantına nədir? Ərik, pomidor, qarğat, üzüm. Bəli, bu tam olaraq doğrudur. 25-ci sual. Gilə meyvələri olan bitkilər.
Variantlara bir baxaq. Badımcan, kartof, mayıs çiçəyi, pomidor. Bəli, bu uyğun gəlir. Gilə meyvələr necə idi? İçərisində çoxlu toxumlar olurdu, şirəli lət olurdu. 26. Cücənin zaman darı dənələrinin kütləsi 10 kiloqram olmuşdursa, onun kütlələri düzəlməmişdən əvvəl neçə kiloqram idi? Biz bilirik ki, darı öz çəkisindən 4 dəfə az, noxud öz çəkisi qədər, qarğıdalı ilə buğda isə öz çəkisindən 2 dəfə az su lazım gəlir cücənin zaman. Cücənin zaman darı dənələr birlikdə çəkisi 10 kiloqram. Yəni su bir də darının quru kütləsi 10 kiloqram olmuşdu. Gəlin quru kütləyə x, suyun miqdarı isə biz bilirik x bölək 4'dür. Bunun cəmi nə qədər olur? 10 olur. Bunu belə ortaq məxrəcə gətirib də tapa bilərik. Hər tərəfi məxrəcə də vura bilərik. Gəlin 4'ü vuraq hər tərəfə. 4x-ə varanda 4x. Buradan yazmayaq. 4x üstə gələk. Bu da 4'ü varanda 4'lə x-a gedir. Bir dənə x qalır. 4'ü vuraq 10'a 40. 4x'in x gələndə eləyir 5x. 5x bərabərdir 40. X də bərabərdir. 40'ı 5'ə böl neçə düşür? 8. Deməli, cücənin həmişdən əvvəl 8 imiş. Öz çəkisindən 4 dəfə 8 bölək 4, 2. 8 üstə gəlir 2, 10 kiloqram. Elədi mi? Onda bizdən düzəlməmişdən əvvəl isə 8 kiloqram. Suyun kütləsinin hissəsi olacaq 2 kiloqram. Olacaq C variantı. Baxaq 27-yə. Cücənin zaman, bu da qarğıdalı dənindən söhbət gedir. Qarğıdalıda dedik ki, öz çəkisindən 2 dəfə az olacaq. Onda da yenə quru kütlənin cəmi x deyək. X böl 2 olacaq burada. Çünki öz çəkisi 2 dəfə az deyirsə 2'yə bölürük. Cəmi eləcək 9 kiloqramdır da burada. Hər tərəfi yenə 2'yə vuraq. 2x üstə gələk x bərabərdir 2 dəfə 9'un necə 18. Sonra burada da 2x ilə 1x'i toplayanda 3x. O da bərabər 18. X-ə bərabər 18 3'ə bölü neçə eləyir? 6. Deməli, quru kütlə 6'dır. Suyun kütləsi də 6 bölü 2, 3. Bizdən də nə istəyir? Quru kütlə, yəni düzəlməmişdən əvvəl olan kütləni soruşursa, olacaq 6 kiloqram. Baxaq 28-ə. Çəhraylı bitkin toxumun hansı hissəsi mütləq olmalıdır? Toxumun nə olmalıdır düzəlmə üçün? Canlı bir şeymi? Bir də xarici təsirlərdən qoruyan toxumun qabığı olmalıdır. Olacaq D variantı. Yəni o mütləq olmalıdır toxumda. Məsələn, endosperm küləpəli bitkilərin məsələn endosperm əksəriyyətində yoxdur. Ona görə endospermlər çıxırıq. Bir dənə qalır nə? Rüşeyin bir də toxumun qabığı. 29. Çəhraylı bitkilərdə əksəriyyətində toxumların hansı hissəsi olmaya da bilər? Həmin hissə nədir? Bayaq dedik endospermdir. Məsələn, küləpəli bitkilərin dedik əksəriyyətində nədir? Endosperm yoxdur. Amma toxumun qabığıdır, rüşeyimdir. Bu mütləq olmalıdır. Ləpə də rüşeyimin bir hissəsidir. Məsələn, bir variantların hamısına baxdıq. Toxumun qabığı heç xarici təsirdən qoyu olmalıdır. Rüşeyim ləpə olmalıdır. Ləpə də rüşeyin bir hissəsidir. Eləcə də D variantı etil qida maddəsi mütləq olmalıdır ki, toxum düzəlsin. Yalnız quru bir toxumlu meyvələr olur. Gəlin bir variantlara baxaq. Badımcan çiçəklərdə nədir? Çox toxumludur. B variantı. Mürəkkəb çiçəklər taxırlar. Bəli, mürəkkəbdə toxumca meyvə, dən meyvə bunlar quru meyvədir, isə bir toxumludur. 31. Lobiya toxumun düzəltisinin inkişafı zamanı hansı andan başlayaraq işığın olması vacibdir? Lobiya deməli toxumu şişir, başlayır düzəlməyə. Və nə zaman bizə işığa ehtiyac olur? Ehtiyat qida maddəsi qurtarır, artıq özləri qida maddəsi hazırlamaya başlamalıdır. Yəni ehtiyat qida maddəsi tükənməlidir ki, bitki özü də qida maddəsi hazırlasın. Demək, ona hansı variant uyğun gələ bilər? Toxum şişməsi anından xeyir, şüşəyim kökçü inkişaf etmə anından xeyir, gövdəci xeyir, tumurcuq xeyir. Ləpə yarpağı ehtiyat qida maddəsi qurtardıqdan sonra artıq toxum
özü fəaliyyətə başlayır. Yəni toxumluq artıq bitki fəaliyyətə başlayır. 32. Noxud toxumu cücərsinin inkişafı zamanı hansı andan başlayır işığın olması vacibdir? Elə eyni sualdır. Lobiya noxud, kisəki ləpəli bitkidir. Ehtiyat qida maddəsi qurtardıqda. Harda toplanır? Ləpələrdə toplanır ehtiyat qida maddəsi. Olacaq Y variantı. 33. Soğanın bastırılma dərinliyi adətən 1-2 sm olur. Əgər o daha dərin əkilərsə, nə olacaq? Bayaq dedik ki, əkilmə dərinliyindən toxumun ölçüsü düz mütənasibdir. Yəni toxum kiçikdir. Onu daha da dərinə bastırsaq, bu zaman nə baş verəcək? Cücərti işığa çıxa bilmədiyi üçün məhv olur. Ehtiyat qida maddəsi qurtarır və artıq məhvinə səbəb olur. Olacaq B variantı. Digər variantda uyğun gəlmir. 34-cü suala baxaq. 33, indi 34. Şəkildə verilmiş dən meyvənin hansı hissələri yalnız ananın irsi xüsusiyyətlərini daşıyır? Şəklə baxaq. Şəkildə bizə buğda bitkisini veribdir. Onun hissələridir. Baxaq. Burada bizə 2, 3, 4, 5 bu artıq rüşeyimin hissələridir. Amma 1 meyvəyanlığı bitişmiş toxumun qabığıdır. Burada artıq rüşeyim dedik ki, 2 qat mayalama zamanı yumurtucu ilə spermlərin biri birləşib gələcək bitkinin rüşeyiminə başlanğıc verir. Burada həm ananın, həm atanın xüsusiyyətləri oldu. Amma bu meyvəyanlığı bitişmiş toxumun qabığı isə bu yumurtalıqdan, yəni yumurtalığın bir hissəsidir. Dişi bitkinin olan bir hissəsidir. Ona görə 1 olmayacaqdır. Yalnız ananın irsi xüsusiyyətlərini daşıyan olacaq 1. Digəri həm ananın, həm də atanın xüsusiyyətlərini daşıyır. 35. Hansı çoxlu bitkilərin meyvəsi gilə meyvədir? Baxaq. 35. Yonca, kələm. Gilə meyvə deyil. Biri paxladır, biri buynuz meyvədir. 35. Dəvə dabanı zəncir otu. Toxumca meyvə. Üzüm, inci çiçəyi. Üzüm, inci çiçəyi. Bu gilə meyvədir. Deməli, üzümdə, inci çiçəyində gilə meyvədir. Yəni, şirəllət olu içərisində çoxlu miqdar toxumların olması gilə meyvənin xüsusiyyətləridir. Hansı bitkinin meyvəsi qutucuq meyvədir? Qutucuq meyvə nədir? Xaşxaşda, lalədə, sonra tütündə. Gəlin variantlara baxaq. Elə B variantını açıq görsənir. Bənövşə, pambıq. 37. Yançı meyvə adətən inkişaf edir. Yançı meyvə biz dedik ki, meyvə yumurtalıqdan əmələ gəlir. Amma yançı meyvədə yumurtalıqla yanaşı çiçək yatağı da iştirak edir. Bu olacaq yalançı meyvələr. Almada, armudda yalançı meyvələr rast gəlmək mümkündür. Olacaq A variantı ilə uyğun gəlir. 38. 5 rəqəmlə işarə edilmiş struktur haqqında hansı fikir doğrudur? 5 rəqəmi ilə işarə olunmuş isə baxaq. Doğrunu istəyir bizdən. Burada görürəm ki, bu noxud bitkisinin quruluşudur. Və 5 rəqəmi ilə göstərilən hissə ləpə yarpağıdır. Baxaq. Əsas zoğ burada yaranır. Xeyr, ziqotdan başlanğıc götürüb ləpə yarpağıdır. Rüşeyimin hissəsi bəli, ziqotdan başlanğıc götürüb. Bu doğrudur. Əsas kök buradan yaranır, yox. Rüşeyim kökçündən çıxır. Mərkəzi sperm birləşməsindən əmələ gəlmiş, yox. Bu endospermə aiddir. Yumurtacığın divarından yaranmışdır. Xeyr, bu səhvdir. Elə B variantı uyğun gəlir. B variantı. 39. Quşəbpəyi toxumunun əsas kütləsini təşkil edir. Quşəbpəyi toxumunun əsas kütləsini nə təşkil edir? Rüşeyim təşkil edir. Yəni onun 2 ləpə yarpağı, ehtiyat qida maddəsi də ləpələrdə toplanır. Ona görə əsas kütləsi rüşeyim təşkil edir. Bir ləpəli bitki olsa əsas hissəsi ehtiyat qida maddəsi endospermdə toplanmış olacaqdır. 40-cı suala baxaq.
Normal ontogenez zamanı birevli bitki çox toxumlu meyvə əmələ gətirə bilərmi? Bu birevli olması toxumun çox az olması ilə əlaqədar deyil. Çünki çox toxumlu olması yumurtalıqda olan yumurtacıqların sayından asılıdır. Gəlin variantı bilməz variantlarına baxaq. Bilər variantlarına baxaq. Bilməzləri çıxaq. C ilə D-ni çıxaq. Qaldı A, B-yi. Gəlin baxaq A variantına. Bilər, əgər onun çəkiləndə yumurtacıq sayı yumurtalığın sayından çox olarsa, yəni o deməkdir ki, yumurtalıq bir dənədir. Yumurtacıq da birdən çoxdursa, bəli, ola bilər. A variantı elə düzdür. 41. Sxemə əsaslanaraq yanlış ifadələri müəyyən edin. X bitkisinin toxumu, toxum 3 xromosom dəstinə malik olan hissəsi bitkinin endospermi. Sonra X toxumun A və B hissələri, A görü hissələr ayrılıbsa, A rüşeym olacaq. B toxumun qabığı, Q yazaq bura. Bu hissələrdə C, D, Y-sə kökcük, gövdəcik, tumurcuq, bir də ləpə yarpaqları olacaqdır. B toxumu xarici təsirlərdən qoruyur. Bu doğru. Bu doğru. B. Bu doğru. Bizdən yanlış istəyir. Endospermdə qida maddəsi B hissəsinə A hissəsi vasitəsilə keçir. Endosperm qida maddəsi toxumun deyir qabığına, B hissəsinə A hissəsindən keçir. Toxumun qabığına qida maddəsi lazımdırmı? Lazım deyil. Bunu biz saxlayaq. C-yə baxaq. F ziqotdan başlanğıc götürüb. F ziqotdan başlanğıc, bəli, rüşeymçi ziqotdan başlanğıc götürüb. Toxumun C, D, Y hissələri xromosom dəstinə malikdir. Diploid. C, D, Y, F rüşeymin hissələridir. Bəli, diploiddir. C toxum qabığıdır. C toxum qabığıdır, baxaq. Xeyr, B toxum qabığıdır. Y 100% olacaq səhv. Doğru variant Y variantı olacaq. 42. Hansı sırada çəhli bitkilərin çiçəklərin dişiciyində yumurtacıqların sayının artması ardıcılığı düzgün verilmişdir. Yəni yumurtacıq getdikcə artır. Gəlin variantlara baxaq. Xaşxaşda çoxdur, noxudda azdır. Burada əslində azalma sırasını verib, burada da artmanı istəyirsə A bəndi səhvdir. Buğda, xaşxaş, yer fındığı, yeri də dəyişik olsaydı uyğun gələrdi. Ərik, dəlibəng, lobiya. Ərikdə 1, dəliməkdə çoxdur, lobiyada biraz az səhvdir. Kartof, çoban yastığı, kələm. Xeyr, kartof elə çoxdur. Çoban yastığı birinci olmalıydı. Sonra kələm, sonra kartof. Sonra baxaq, günə baxan, noxud, dəlibəng. Günə baxanda 1-dir, noxudda bir neçə dənə, dəlibəngdə lap çox. Ona görə variantda uyğun gələr. 43. Bir sıra bitkilərin meyvəsindən müxtəlif müvəbbələr hazırlanmışdır. Bu zaman hansı müvəbbə? Əsl gilə meyvədən hazırlanmışdır. Gilə meyvə nə idi? Şirəli ləti var idi, içərisində çoxlu toxum var idi. Bu da uyğun gələ bilər üzümə. Alma tulumlu meyvədir. 44. Bir sıra bitkilərin meyvəsində müxtəlif müvəbbələr hazırlanır. Bu hansı çəyirdək? Çəyirdək içərisində bir dənə toxumu olurdu. Bir dənə çəyirdəyi olurdu və şirəli ləti olurdu. Bu da olacaq şaftalı, gavalı, ərik bunlara aiddir. Bir sıra bitkilərin meyvəsində müxtəlif müvəbbələr hazırlanmışdı. Bu müvəbbə gilə meyvədən hazırlanmır. Hansı gilə meyvə deyil? Üzüm gilə meyvədir, gavalı çəyirdəkli meyvəli, qarağat gilə, pomidor gilə meyvə, badımcan da eləcə gilə meyvədir. 46. Çəyirdək meyvə hissələrinin xaricdən daxilə doğru. Çəyirdək meyvənin xaricdən nəyini ötürür? Nazik qabıqla, meyvə yanlığının nazik qabığı olacaq 4 birinci. Sonra meyvə yanlığı şirəli ləti. Onda 3, 4 şansı variantda var. D variantına baxaq. Sonra 5 deyir çəyirdək.
6 toxumun qabığı, 7 toxumun üşüyümü. Bəli, doğrudur. D variantı uyğun gəlir. Baxaq 47. Çəyirdək meyvə hissələrinin indi əksin götürəcəyik də. Burada daxildən xarica doğru. Daxildə bayaq dedik nəyi götürmüşdük bayaq? Burada nə götürmüşdük? Toxumun vişeyimi idi. Sonra toxumun qabığı. Baxaq 7, 6 hansı variantda? C variantında var. Sonra 5 meyvənin 5 hanı? Hə, çəyirdək. Sonra meyvənin şirəlləti, sonra dəricik. Hə, C variantı uyğun gəlir. Bayaq verilən tapşırığın əksidir. Sonra 48. Çeyində yumurtacıqların sayı yumurtalıqların sayına bərabərdir. Biz burada dən meyvə ilə toxumca meyvəni götürəcəyik. Hansı variantda var? Alma çıxıram, B alma yenə çıxıram, C ərik çıxıram, D-də çovda, qarğıdal. Hə, bir də tək toxumu olan nədir? Çəyirdək meyvələrdə bir dənə toxum olur. 49. Çiçəkdə yumurtacıqların sayı yumurtalıqların sayına bərabər olmayan, indi əksini götürəcəyik. Olmayanları götürəcəyik. Alma toxumları çoxdur, xaşxaşlı da çoxdur, lobiyada da. Elə burada yumurtacıq sayı çox olandır. Yəni birdən çox olanlardır. Bizdən də ki elə bu cavab istəyir. Yəni ki yumurtacıq sayı yumurtalıq sayına bərabər olmayanlar. 50. Çiçəkdə yumurtacıqların sayı yumurtalıq sayı bir nisbətində. Yenə çəyirdək meyvə, dən meyvə, bir də toxumca meyvələrə aid onları götürəcəyik. Ağ turp. Ağ turp buynuz meyvədir. Onu götürmürük. O çox toxumlu quru meyvədir. B. Ərik, göy çiçək, vələmir. Aha, bunlar uyğun gəlir. Ərik, çəyirdək meyvə, göy çiçək, toxumca, vələmir, dən meyvə. Doğru variant B. 51-ci suala baxaq. Venn diaqramına uyğun olan X-i müəyyən edin. Taycıqların olması. Bəli, hər ikisində taycıq var. Birinci göstərilən buynuz meyvədir. Buynuz meyvə, bu isə paxla meyvədir. Hər ikisində bəli, taycıqlar var. Bir doğrudur. Toxumların taycıqların yuvarında yerləşməsi bu paxlalılar üçün ancaq xarakterdir. Yəni bir üçün xarakter səhvdir. Çox toxumlu quru meyvə olmaları. Bəli, çox toxumludur, quru meyvədir. Bu doğrudur. Toxumların arakəsmədə yerləşməsi, arakəsmədə yerləşən bu buynuz meyvəyə aiddir. Noxud lobi üçün sərcəvdir, xeyir. Kələmlə lobyanı göstəriblər, səhvdir. Kuşəbəyi kələm üçün sərcəvdir, xeyir. Bir çünki paxla meyvədir, bir buynuz meyvədir. Cavab olacaq 1, 3. D variantı uyğun gəlir. 52. X, Y, Z arasında münasibəti müəyyən edin. Baxaq, toxumların quru kütləsi qarğıdalda 2, hamısında udduqdan sonra kütləsi bərabərdir. Buna rəqəm verək də tapa bilərik. Ən yaxşı gəlin rəqəm verək. Məsələn, verək 10 verək. Bura 10 versək, hamısına 10 verək. Bu zaman Y-i asanlıqla tapa bilərik. Çünki kiçik noxudda öz çəkisi qədərdir. Yəni ki, Y-də olacaq, onun yarısı 5 olacaqdır. 5 kiloqram noxuddur. Öz çəkisi qədər sudur, cəmi olacaq 10. Y-i tapdıq, digərləri isə gəlin həll eləyək. Qarğıdalı dedik, öz çəkisi qədər, öz çəkisinin yarısı qədər su lazımdır. Ona görə buna deyək X, üstə gələk, X bölək 2 bərabərdir 10. Hər tərəfi 10-a vursaq, eləyəcək 10, hər tərəfi 10-a yox, 2-yə vursaq, 2x, üstə gəl X, 3x bərabərdir, 2-ni də 10-a varanda 20. Burada da X nəyə bərabər olacaq? Təxmini 6 tam neçə? Təxmini 6 yazaq. Deməli, X-ə də 6 yazaq. Darıya baxaq. Darıda nə olacaqdır? Öz çəkisindən 4 dəfə az sudur darı. Onu yazaq. Z
üstə gələk z bölək 4 bərabər olacaq 10. Hər tərəfi 4-ə vursaq 4z üstə gəl 1z eləyəcək 5z. 5z. O da 4'ü vuranda da 10'a 40 eləyir. Z də bərabərdir. Eləyəcək 40'ı 5'ə böləndə eləyəcək 8. Bu da 8 düşdü. İndi bizdən nə istəyir burada? X, Z arasında münasibəti istəyir. Burada ən çox olacaq Z, sonra 6 olan 2, sonra olacaq Y. Doğru variant olacaq D variantı. D variantı doğru olacaq. 53'ə baxaq. 53'ü də həll eləyək. Bir məsələdir. Deyir ki, quru qarğıdalı dənlərinin kütləsi 5 kiloqram olmuşdu. Qurun çəkisi 5'dir və cücərin zaman neçə kiloqram olacaq? Qarğıdalı öz çəkisindən 2 dəfə azdır. Ona görə suyun miqdarını istə 5'i böləcəm 2'yə. 5'i 2'yə böləndə 2,5 düşür. 5 ilə də 2,5'i toplayacağım. Cəmi də suyla öz çəkisini toplayacağım. Eləcək 7,5. Sonra 54'də baxaq. Bizdən nə istəyir burada? Düzəlmiş toxumun kütləsi A, udulan suyun miqdarı toxumun quru kütləsini veribdir. Toxumun quru kütləsini verirsə, onda biz noxudu tanıyırıq ki, noxud öz çəkisi qədər sudur. Onda 12, 12, 24. Düzəlmiş toxumun kütləsi olacaq. Onda A 24'dür. A 24'dür. Onda 2A olacaq 48. Qarğıdalı 48 qram su udubsa quru kütlə nə qədər olacaq? Deməli, quru kütlənin yarısı qədər su udurdu da qarğıdalı. Onda 48'in B2 qatı olacaq. 48'in sonra 48 gələndə 16, 96. Bir deməli 96 imiş. Sonra S'ni tapmaq üçün A plus B'ni toplayaq. A neçədir? 24. 24'dən 96'nı toplasaq, eləyəcək neçə? 120. Deməli, darının quru toxumlarının çəkisi 120'dir. Toxumun quru çəkisi və cücə bu zaman nə qədər su tələbat eləyəcək? Öz çəkisindən 4 dəfə az. 120'ni 4'ə bölsək, düşəcək 30. 120 ilə də 30'u toplayıb, ümumi düzəlmiş toxumun cəmini taparam, eləyəcək 150. Bizdən burada nə istəyir? A plus B'nin, C'nin də cəmi. A plus B üstə gələk C. A ilə B'nin cəmi neçə eləyəcək? A ilə B. 24 ilə 96'nı toplayacağım. A 24, B 96. Eləcək 120, 120. C'də 150. 150 ilə də 120'ni toplayanda eləyəcək 270. Cavab olacaq 270. 55'ə baxaq. Bitki toxumlarının hərəsindən bir toxumu olmaqla ləpələrin sayının cəmini tapın. Buğda neçə ləpəlidir? 1 ləpəli. Kartof 2 ləpəli. Dağlar isə 1 ləpəli. Cəmi neçə ləpə eləyəcək? 4. Sonra cəmi 4 olacaq. 5'ə baxaq. Bitki toxumunun hərəsindən 56'ya baxaq. Bitki toxumlarının hərəsindən bir toxum olmaqla ləpələrin sayını tapın. Kələm neçə ləpəlidir? Kələm 2 ləpəli bitkidir. Badımcan 2 ləpəli bitkidir. Qarğıdalı 1 ləpəli. Cəmi neçə eləyəcək? 5. Doğru cavab 5. Sonra baxaq 57-ci suala. Sxemin tamamlanması üçün lazım olan meyvə növlərini yuxarıdan aşağıda ardıcılıqla müəyyən edin. Gəlin bir oxuyaq, sonra aşağı düşək. Toxum taycıqlarındakı yuvalarda yerləşir. Taycıqlarda yuvalarda yerləşən hansılardır? Paxla meyvələr. Ona görə bura 3 uyğun gəlir. Sonra toxum arakəsmənin üzərində yerləşir. Dedik paxlı ilə fərqi, buynuzun fərqi nə idi? Buynuzda arakəsmə üzərində yerləşir. Ona görə 5 uyğun gəlir bura. Sonra baxaq. Toxum yetişdikdən sonra dəlikdən və yarıqdan tökülür. Bu hansı meyvə idi? Qutucuq meyvə idi ki, dəlikdən yarıqdan tökülürdü.
Meyvə toxumların bitişimi daxili qatı dərcik formasında olan bir toxumludur. Bu da olacaq toxumca meyvə. Meyvəyanlı pərdə şəkili toxum qabığına bitişir. Toxum qabığına bitişən nə idi? Dən meyvə idi. Buna da olacaq 2. Meyvəyanlı çox bərk odunlaşmış olan, bu da fındıq meyvə olacaq. 6. Axırıncı sual idi. Onu da qeyd edim ki, ödənişli və ödənişsiz dərslərimizə qeydiyyat başlayıb. Dərslərimizə qoşulmaq istəyirsinizsə 070 235 1325 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.